Girov məbləği. Yaşayış mənzillərinin icarəsi üzrə məsələlərə baxan idarəyə və ya qısaca olaraq ORT adlanan idarəyə xoş gəlmisiniz. Bu videoda girov məbləği haqqında danışacağıq. Girov məbləği kirayəçi tərəfindən mənzilə dəyə biləcək zərərə görə kirayəçinin mənzil sahibinə ödədiyi girov məbləğini deyilir. Mənzil sahibləri bu məbləği öz hesablarında saxlayırlar və kirayə müddətində bundan istifadə edə bilməzlər. Bu məbləğ mənzil sahibinin kirayə müddətinin sonunda müvafiq qaydada tələb etmədiyi halda kirayəçinin pulu sayılır. Girov məbləği bir aylıq kirayə məbləğindən çox ola bilməz. Mənzil sahibləri girov məbləğinin ödənilməsini kirayənin başlanğıcında və ya Sosial Xidmətlər Nazirliyi tərəfindən verilmiş zəmanət götürüləndə tələb edə bilərlər. Mənzil sahibi kirayə müddəti başlayanda nəzərdə tutulan girov məbləğinin yarısını da tələb edə bilər. Kirayəçi mənzilə köçdükdən sonra 2 ay müddətində girov məbləğinin yerdə qalan hissəsini ödəməlidir. İcarə müddətinin sonunda mənzil sahibi kirayəçinin girov məbləğini ya 7 gün ərzində kirayəçiyə qaytarmalıdır, ya da həmin məbləğin bir hissəsini və ya tam olaraq özlərində saxladıqları barədə kirayəçiyə bildiriş verərək müəyyən edilmiş prosesə başlamalıdırlar. Əgər mənzil sahibi girov məbləğinin yalnız bir hissəsini özlərində saxlamaqla bağlı iddia ilə çıxış edərlərsə, yerdə qalan məbləği kirayəçiyə qaytarmalıdırlar. Əgər kirayəçi mənzil sahibinin iddiası ilə razı deyilsə, onda o həmin iddianı mübahisəli hesab edərək bu barədə ORT-yə bildiriş verməlidir. Bu bildirişdən sonra dinləmə prosesi başlanılacaqdır. Girov məbləği ilə bağlı qaldırılmış iddiaya görə kirayəçi və mənzil sahiblərindən ORT-yə ödəniş edilməsi tələb olunmur. Əgər mənzil sahibinin qaldırdığı iddia nəzərdə tutulmuş girov məbləğindən yuxarı olarsa və ya kirayəçi girov məbləğinin qaytarılmasını deyil, başqa bir iddia qaldırarsa, o zaman nəzərdə tutulmuş iddia prosesinə başlanılır və ORT-yə ərizə haqqı ödənilməlidir. İndi isə bir neçə kəlmə ev heyvanları haqqında danışmaq istərdik. Əgər mənzil sahibləri ev heyvanlarının saxlanılmasına razılıq verirsə, onda kirayənin başlanğıcında mənzil sahibinə və ya qaytarılmayan birdəfəlik məbləğ ödənilməlidir, ya da aylıq olaraq əlavə məbləğ ödənişi olunmalıdır. Ev heyvanlarına görə nəzərdə tutulmuş qaytarılan məbləğ girov məbləğinin bir hissəsidir və hər iki girov məbləği birlikdə bir aylıq kirayə məbləğindən çox ola bilməz. Girov məbləği ilə bağlı fikir ayrılıqlarının olmaması üçün ORT həm mənzil sahiblərinin, həm də kirayəçilərin mənzilə köçərkən və mənzildən çıxarkən yoxlama təftiş aparmalarını tövsiyə edir. Mənzildə cari vəziyyətə dair siyahını ORT-dən əldə edə bilərsiniz və ya özünüz belə bir siyahı da tərtib etmək ixtiyarındasınız. Bu cür siyahının tutulması kirayə mənzilinin ilkin halda hansı vəziyyətdə olmasına dair fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edə bilər. Əgər mənzilə hər hansı bir zərər dəymiş olarsa, mənzil sahibləri və kirayəçilər bunu birbaşa olaraq özləri müzakirə etməlidirlər. Təmirlə bağlı çəkilmiş xərclərin çeklərini, kirayənin başlanğıcında və sonunda mənzilin vəziyyətinə dair fotoşəkilləri və ya təmir işləri və dəyən zərərlə bağlı hər hansı digər sübutları hər zaman özünüzdə saxlayın. Bu cür sübutlar kirayənin yaxşı şərtlərlə başa çatmasını və kirayəçinin girov məbləği ilə yaranmış məsələnin tez həll edilməsinə kömək edə bilər. Daha ətraflı məlumat üçün www.saskatchewan.ca/ort internet saytımıza müraciət edə bilərsiniz.